Demək, bugün ərik mürəbbəsi hazırlayırıq. Bizdə burada var 3 kilo ərik, 3 kiloqram. Əriklər yaxşıca yuyulur. İçindən çərdəklər çıxardılır. Və mən çərdəklərini qırıb, içinin toxumunu, tumunu içinə tökməyə xoşlayıram mürəbbəni. Deməli, 3 kilo meyvə üçün nəzərdə tutmuşuq 3 kiloqram şəkər tozu və 5 stəkan da su tökdüm. Təmiz içməli su. İndi qoymuşuq qaynamağa şərbətdə. Bir buğum qaynadıqdan sonra ocağın üzərindən yerə qoyulur və soyuduqdan sonra təxminən 5 saatdan 4 saatdan sonra təkrar bişmək üçün yenidən ocağa qoyacağıq. Hazır vəziyyəti. Soysun, bankalara yığırıq.